İslamda ibadət nədir və niyə bəziləri tərəfindən yanlış başa düşülür? Qurani Kərimdə Allah Teala insanların və cinlərin yaradılış məqsədini açıq şəkildə bildirir. Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım. Əz-Zəriyyət 56. Bu ayə göstərir ki, ibadət insan həyatının əsas məqsədidir. Lakin ibadət anlayışı çox vaxt yanlış başa düşülür və yalnız namaz qılmaq, oruç tutmaq, zəkat vermək və həccə getmək kimi rituallarla məhdudlaşdırılır. Halbuki, ibadət bundan daha geniş anlayışdır. İbadət, Allaha şüurlu şəkildə itayət etmək, onun istədiyi kimi yaşamaq və həyatın bütün sahələrində onun razılığını qazanmağa çalışmaqdır. Bu, təkcə ritual hərəkətlər deyil, eyni zamanda qəlb, ağıl və davranışla Allahın əmrlərinə tabe olmaqdır. Bəzi insanlar ibadəti belə təqdim edirlər. Dünya 3-5 günlükdür, namazını qıl, orucunu tut və salam. Sanki insanın bu həyatda başqa məsuliyyəti yoxdur. Bu yanaşma Qurani Kərimin ruhuna ziddir. Çünki Quranın böyük hissəsi rituallardan deyil, əxlaqdan, ədalətdən və sosial məsuliyyətdən bəhs edir. Məsələn, yalan danışmamaq, Zümər 3, zülm etməmək və zülmə qarşı çıxmaq, Hud 113, doğru şahidlik etmək, Nisa 135, insanlarla ədalətli davranmaq, Maidə 8, yaxşılıq etmək, Bəqərə 195 və s. Bu məzmunlu ayələrin sayı minlərlədir. Bu dəyərlərə əməl etməmək, kitabın bir hissəsini qəbul edib, digər hissəsini kənara atmaq deməkdir. Allah Teala əvvəlki ümmətlərin də bu səhvə yol verdiyini bildirir və onları buna görə qınayır. Onlar kitabı parçalayıb, bir hissəsini qəbul edib, digərini atdılar. Əl-Bəqərə 85. Əgər ibadət yalnız rituallardan ibarət olsaydı, Quran bu qədər əxlaq, ədalət və cəmiyyət qarşısında məsuliyyət mövzularına yer ayırmazdı. İnsan ibadəti nə üçün edir? Əlbəttə ki, cənnətə düşmək üçün. Son nəticədə cəmi 2 yer var, cənnət və cəhənnəm. Bildiyimiz kimi şəhidlər sorğu-sualsız cənnətə düşürlər. Bu ibadətin bir növü deyilmi? Şəhidlik ən yüksək ibadət nümunəsidir. Necə ki, son nəticədə cənnətə düşürlər, eləcə də digər doğru və salih əməllər də ibadətin tərkib hissəsidir. İbadətin əsas ölçüsü isə kimə itayət etdiyimizdir. Əgər insan Allahın əmrlərinə deyil, nəfsinin istəklərinə, şeytanın və ya cinlərin vəsvəsələrinə tabe olursa, bu artıq ibadətin mahiyyətindən uzaqlaşmaqdır. Quranda qiyamət günü ilə bağlı belə buyurulur. Mələklər deyəcəklər, sən pak və müqəddəssən, səndən başqa himayədarımız yoxdur. Xeyr, onlar cinlərə ibadət edirdilər. Səba 41. Buradakı cinlərə ibadət, onların qarşısında səcdə etmək demək deyil. Bu, onların istəklərinə və yönləndirmələrinə tabe olmaq mənasındadır. Cinlər və şeytan insanı eyni zamanda yaxşı əməllərdən uzaqlaşdırır. Yalan danışmağa, haqsızlığa susmağa və zülmə boyun əyməyə sürüklüyür. Bu səbəbdən həqiqi ibadət sadəcə bəzi hərəkətləri mexaniki şəkildə yerinə yetirmək deyil. İbadət, insanın necə düşündüyü, necə danışdığı, necə davrandığı və necə yaşadığıdır. Əgər insanın niyyəti, davranışı və həyatı Allahın razılığına uyğun deyilsə, yerinə yetirdiyi rituallar formal xarakter daşıyır və din sadəcə formaya çevrilir. Həqiqi ibadət, insanın bütün varlığı ilə Allaha yönəlməsidir. Həyatını Allahın buyurduğu dəyərlər üzərində qurmaqdır. Bu anlayış insanı doğru yolda saxlayır, şeytani təsirlərdən qoruyur və həyatına həqiqi məna qazandırır.